Gəl otur sən burada. Gör orada görsənmi ki stol? Burada böyle şey var ya. Barmaq izidir. Bəli, barmaq izi sensoru var. Məhəmməd, nəyə görə iPad istədin? Çünkü onlar planşet değil. Nəyə görə iPad? Bir çox divan ekspertlərinə demək istəyirəm ki, bazarda iPad-in rəqibi yoxdur. Müxtəlif yönümlü bir planşet. Yani her işi görebilirsense. Qrafon onlayndır. Bu günləri biz, yəni Qrafonda iPad Air-in unboxu olacaq. Bizdəki versiya iPad Air 256 GB-dır, Wi-Fi versiyasıdır. Nəyə görə mən Wi-Fi versiyası alıram? Çünki mobil rabitəli versiyanın o qədər də önəmi yoxdur, amma qiyməti daha çox bahadır. Bu iPad-lər yəqin ki, sizin xəbəriniz var ki, mart ayında təqdim olunub, 2025-ci ilin mart ayında təqdim olunub. Qrafonda ən son unbox olunan MacBook Air idi. Blue Sky rəngli, yəni mavi rəngli MacBook Air. Orada M4 prosesoru idi. Burada isə 256 GB-lık M3 prosesorlu 11 inçlik iPad Air. Hamı bilir ki, mən Apple sistemini daha çox bəyənirəm. Nəyə görə iPad? Elə bir planşet yoxdur ki, bu qiymətə olsun və qarşıya qoyulmuş bütün məqsədlərə daha rahat çatmaq olsun. Nə mənada? Məsəl üçün, hansısa bir videonu montaj eləmək istəyirsənsə, əlbəttə ki, iPad-dən istifadə eləmək daha məqsədə uyğundur. Çünki artıq iPad-lərdə Apple-ın özünün montaj proqramı olan Final Cut Pro-nun versiyası iPad-lər üçün də var. Gəlin indi birinci nə edək? Əlbəttə ki, bizim bu iPad-i unbox edək. Gəlsin, sevinəcəm Allah haqqı. Oy, sağ ol. Qoyuq bura. iPad. Hələ ki qoyaq bunu qırağa. Bizdə görək komplektdə nəyimiz var. Komplektimizə baxaq. Deməli, kağız kağızdır. Əlbəttə ki, artıq deməli, burada iPad-in instruksiyalarıdır. Necə istifadə eləməkdir, nə bilim nə. O yan bu yan, bunu da qoyduq qırağa, bu qədər vacib deyil. Daha nəyimiz var burada? Əlbəttə ki, Apple stickeri yoxdur. O yan, nə qədər qalın eləyiblər ha bunu. Nə qədər qalın eləyiblər ha bunu. Burada nəyimiz var? Kağız kağız. Avropadır və bizdəki bu versiya Avropadan alınmadı. Çünki Avropada olduğu kimi enerji effektivliyini gördüyümüz kimi rənglərlə göstərilir. A-dan G-yə kimi. Nədənsə bu G səviyyəsinə düşür. G səviyyəsinə düşür. Nəysə bunu qoyaq qırağa. İnstruksiyalarda kağız, kağız və salam və elə axır. O qədər bizə vacib deyil. Bunu qoyaq yerinə. Keçək, görək başqa komplektimizdə nə var? Güya mən bilmirəm də komplektdə nə olur. Siz elə deyin ki, güya bilmirəm də. Burada gördüyümüz kimi USB-C, USB-C kabeldir. Deməli, bu USB 3.1 Gen 2-dir. Və əlbəttə ki, nə əcəbsə, Apple-dan çıxmayan iş, düzdür, bu müvəqqətidir. Müvəqqəti ona görədir ki, artıq Avropanın növbəti versiya iPad-lərdən, zaryadka aparatında, adapterında çıxardacaqlar. Yəni, iPhone-larda olduğu kimi, iPad-lər də alanda zaryadka adapteri olmayacaq. Bu da standart bir şeydir. Bunu da qoyduq qırağa və görürük ki, burada heç bir şey yoxdur. Bunu yerləşdirdik öz yerinə. Bunu da qoyduq yerinə. Və keçək əsas məsələyə. iPad-in açılmasına. Bizdəki versiya dediyim kimi 256 GB-lıq Space Gray-dir. Açdıq, açadıq. Oh. Qəşəng. Aha. Cırmadım ya, cırmadım. Qəşəng. Buna deyərlər device, buna deyərlər cihaz. Gözəl görsənir. Space Gray-dir və burada biz görürük konnektorlar var. Konnektorlarda əlbəttə ki, klaviaturanı birləşdirmək üçün, yəni bilirsiniz ki, iPad-lərin özü üçün həm papkadır, həm də klaviaturadır. Onu birləşdirmək üçün istifadə olunur. Barmaq izi sensoru burada söndürüb yandırmaq düyməsindədir, power düyməsindədir və belə götürəndə stereo dinamiklərdir. 4 dənə dinamikləri var. Yəni səs
kolonkaları var. Yəni burdan, həm burdan. Gözəl bir şeydir, əladır, superdir. Mənim zənnimcə çox gözəldir. Nəyə görə mən yenə deyirəm, iPad-i mən seçmişəm. iPad ona görə ki, qarşıya qoyulmuş bütün məqsədlərə çatmaq olar. Məsəl üçün, indiki dünyada sosial şəbəkələr daha çox öndədir və insanlar hansılar ki, sosial şəbəkələrlə məşğuldurlar, düşünürəm ki, ancaq iPad-lərdən istifadə etməlidirlər. Çünki iPad-lərlə həm keyfiyyətli video çəkə bilərsən, eyni zamanda da elə iPad-ın özündə həm çəkib, həm montaj edə bilərsən. İlk USB Type-C-də olan cihaz əlbəttə ki, iPad-lər olub. İlk dəfə USB Type-C-ni əlbəttə ki, Apple iPad-lərdə istifadə edib, amma öz smartfonlarına təbii ki, hamı bilir ki, daha gec keçib. Gəlin bunu biz açaq və görək aktivləşdirə biliriksə aktivləşdirək. Power düyməsini basırıq, görsənir də. Buradan sığal vurduq. Və almanın yekəliyinə bax hala. Qəşəng. İlk dəfə qoşulmadı, ona görə birazcık gecə olacaq. Amma sizə deyim ki, mənim çox xoşuma gəlir. Space Gray rəngi də vəbşə fərqlidir. Hello qoşuldu, amma belə deyək, mən bunu aktivləşdirim. Bu mənim üçün bir 15 dəqiqəni aparacaq, amma sizdə maksimum 3 saniyə olacaq. 3-ə kimi sayacaqsınız və mən bunu aktivləşdirib geri dönəcəm. 1, 2, 3. Gördüyünüz kimi aktivləşdirmişəm. Yəni dediyim kimi burada iPad-lərdə Final Cut Pro-nun iPad versiyası var və burada gördüyümüz kimi digər proqramlar avtomatik olaraq yazılır. Yəni Apple-ın Office proqramlarıdır. Burada Keynote-dur, Numbers-dur, Pages-dur. Yəni eyni zamanda, eyni vaxtda Microsoft Office-də olan proqramların elə deyək ki, kopyasıdır. Və burada iMovie var. iMovie burada artıq avtomatik olaraq qurulur iPad-lərdə və görürük ki, burada nədir? Bizdə hamı da bilir ki, iPad OS-in artıq 26.1 versiyası var. Bizdəki versiya isə çox təəssüf olsun deməzdim. Deməli keçək bura. Burada görürük ki, yeniləməsini verir burada. iPad OS 18.7.2, amma eyni zamanda update to iPad OS 26. Və əlbəttə ki, biz bunu iPad OS 26-ya mütləq yeniləməliyik. Çünki M3 prosesoru o qədər güclüdür ki, onu 18-ci versiya, yəni iPad OS 18-də saxlamağın yeri yoxdur. Və burada süni intellekt funksiyaları da var. Bizdə dediyim kimi Wi-Fi versiyadır və istənilən vaxtda biz bunu update eləyəcəyik. Bunun səsi çox gözəldir və burada biz görürük ki, Wi-Fi üçün bu antenlərin yeridir. Bu Wi-Fi antenlərin yeridir. Eyni zamanda səsin artırıb azaldılmasıdır və əlbəttə ki, Type-C. Kolonkaların sayına baxın. 1, 2, 3, 4 və indi səsini də yoxlayacağıq biz bunun əlbəttə ki. Giririk, məsəl üçün YouTube-a girək buradan və buradan YouTube-u seçirik. Elə girək buradan qrafonu axtaraq. Qrafon. Enter. Gördük, qrafon öz yerində var və səsinə qulaq asacağıq indi bunun. Gəlin, istənilən, belə deyək, sonuncu videomuzu açaq və baxaq. Sizin oradan, hər şey normaldır. Səsə bax, o böyləcəm olsun. Səs normal getir orada. Düzgün vaxtı gözlərimdə çox istəyir. Qrafon online'dır. Bu günlər siz texno aləmindən olan hansı maraqlı xəbərlər gözləyir? Səsinə bir də baxaq biz burada. Play veririk. Samsung daha bir super flagmanı təqdim etməyə hazırlaşır. Galaxy S26 seriyası iPhone 17 seriyasından daha nazik olacaq. Görürsünüz necə yəni səs var. Hələ mən bunu maksimal vurmuşam, düzdür. Mən bunu azalda da bilərəm. Honor robotun azaltdım, artırdım. Siz like etməsəz, qrafon sizin haqqınızda nə düşünə bilər? Qrafon əməkdə. Belə deyək də, mən iPad-lərdən çox məlumatım var. Gəlin belə bir şey eləyək. Bu iPad kimin üçün alınıbsa, yəni oğlum üçün alınıb. Gəlin onun fikrini öyrənək ki, necə təsir bağışlayacaq ona, yəni iPad ümumiyyətlə nə üçün istifadə edəcək və necə olacaq bunun üçün və ilk təəssüratlarını öyrənək. Məhəmməd, belə danışaq da, iPad haqqında öz fikri verir. Yəni sən Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin.
Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. Məhəmməd, belə danışaq da, iPad haqqında öz fikrini. Yəni sənin özünə dediyim kimi mənim uşaqlıqdan istədiyim şeydir. Plus indi işimlə bağlı daha çox lazım olduğuna görə yəni ən məqsədyönlü istifadə edə biləcəyim, belə deyim, cihaz planşet olaraq fikirləşdim və onu aldım. Həqiqətən gözlədiyimdən çox daha yaxşıdır. Atama da təşəkkür edirəm ki, belə bir hədiyyə elədi. Məhəmməd, nəyə görə belə deyək də Android planşetləri yox, məsəl üçün Samsung Galaxy Tabları yox, OnePlus və yaxud da ki Huawei Magic padləri yox, sırf iPad istədim. Çünki onlar tam olaraq planşet deyil. Yəni tam olaraq istədiyim performansı göstərməyəcəksə, yəni hər tərəfli istifadə edə bilməyəcəmsə, istəmirəm. Yəni mənim tək istifadə edəcəyim, atıram, işimlə bağlı istifadə edəcəyim proqramlar olsun, montaj proqramları və s. olsun. Bunun əyləncə qismi də var, atıram, oyun yükləyəcəm, təbii ki yükləyəcəm. O olsun, bu olsun. Yəni çox şey göz önünə barındırsaq əgər Mac, yəni Mac nə dəstək, iPad ən yaxşı seçim. Mən belə düşünürəm ki, ümumiyyətlə sən və qardaşın Rafət, belə götürək, ancaq Apple device'larına üstünlük verirsiniz. Bu nədən irəli gəlir? Atamızdan. Başqa bir şey deyim də, yəni çoxları deyir ki, mən Apple-ı çox sevirəm, belə falan. Əsaslıdırmı bu? Yəni sənin fikrincə əsaslıdırmı, yoxsa əsassızdır? 100% əsaslıdır, çünki illərin təcrübəsi danışır. Sən burada video montaj edəcəksən, məsəl üçün öz reelslərvi, öz məsəl üçün reklamlarvi. Eynən. Bəli, təbii ki. Yəni zaten onun üçün, ona görə bayaq dedim ki, müxtəlif yönümlü bir planşetdir. Yəni hər işi görə bilirsənsə, deməli istifadə eləmək olar. Mən bilirəm ki, düzdür, mənə o qədər də belə deyək də, məndən çox gizlətsən belə, mən sənin iPhone-u hərdən bir əlimə düşəndə bilirəm ki, orada ən azından bir 10-15 dənə oyun var. Planşetə də həmin oyunları vuracaqsan, yoxsa yox? Ağlımda bir iki hekayə oyunu var ki, bunlar məsələn telefona yükləyə bilməli, çünki onun prosesoru iPad kimi güclü deyil, plus hekayə oyunları falan, onları maraq üçün yükləyib oynaya bilərəm bəli. Yəni onu deyirəm əvvəlcədən ki, boş vaxtımı belə dəyərləndirirəm. Hamıca məsləhət bilirəm. Ümumiyyətlə Apple-ın bütün device-larını məsləhət bilərəm. Əgər alacaqsınızsa Apple alın. Özümdə mən bir neçə il Xiaomi işlətmişəm, Android işlətmişəm, amma belə deyim də, iOS işlədənə qədər heç nə işlətmirmişəm. Buna görə başlıca məsləhətim o olar. Belə deyək də, bax, bir çoxları yenə deyirəm, belə bir problemlər olur ki, Android-dən iOS-ə keçmək birazca ağrılıdır. Buna nə deyə bilərsən? Düşüncəsi yaxşı olan adam üçün heç nə çətin deyil. Android-lə iOS-un, belə deyək də, Apple sisteminin arasında əsas fərqi mənə bir deyin. Yəni sən çox istifadə eləmisən də onu. Sürət və optimallıq. Sürət və optimallıq. Rahatlıq söhbəti var da, deyirlər Android çətin deyil. Yəni əksinə iPhone-un, yəni Apple-ın istər necə deyim, təhlükəsizlik sistemi olsun, o olsun, bu olsun, hər şey Android-in Luboy telefonunun Luboy markasından daha yaxşıdır. İstənilən. İstənilən. Əla, çox gözəl. Sağ olun. Aha. İndi mən davam edeyim. Apple device-ları istifadə edənlər artıq mən 100% bilirəm ki, Android-ə keçmək istəmir və belə deyək, Android-dan iOS-ə, yəni Apple sisteminə keçmək çətin olsa da mümkündür, amma əksinə, yəni iOS-dən Android-ə keçmək isə mən düşünürəm ki, qeyri-mümkündür. Çünki bunun asanlığını, bu sistemin asanlığını görən adam Android-ə keçə bilməz və eyni zamanda bir çoxları deyir ki, Apple sistemi üçün proqramların çoxu pulludur. Elə deməzdim. Bəli, çoxları professional proqramları, Apple-ın öz proqramları pullu olsa belə, mən hamıya da məsləhət görürəm ki, lisenziyalı proqramlardan istifadə edəsiniz. İstər Final Cut olsun, istər Photoshop olsun. İndi özünüz bilirsiniz ki, aylıq abunə ilə də bütün bu tətbiqlər və nə qədər çox
lisenziyalı proqramlardan istifadə eləsək, bir o qədər bizim işimizin keyfiyyəti artıq olar. Bu günləri biz nə etdik? Əlbəttə ki, yeni aldığımız iPad Air-i unbox elədik və düşünürəm ki, çox gözəl bir device'dir və yenə deyirəm, istənilən bu qiymət civarında iPad Air kimi sürətli işləyən mən device iPad tanımıram, yəni planşet tanımıram. Ən yaxın buna planşet əlbəttə ki Samsung Galaxy Tab S11. Amma bir şey də sizə deyim ki, onun prosesoru MediaTek-dir. Bazarda bilirəm ki, iPad-ın rəqibi yoxdur. Bir çox divan ekspertlərinə demək istəyirəm ki, hansı ki iPad-lərdən istifadə etməyib, Mac-lardan istifadə etməyib, iPhone-lardan istifadə etməyib, ancaq gördüyü Android olubsa, bir dəfə olsun Apple-dan istifadə eləsin, Apple-ın istənilən device-ından istifadə eləsin. Məsəl üçün, iPad-dən mi deyək və yaxud da ki, iPhone-undan mı? Mən 100% əminəm ki, həmin insanlar düzdür, ilk vaxtlarda çətinliyi olsa da, o çətinliyi keçib, həmən sistemi öyrəndikdən sonra mən 100% əminəm ki, onlar Android-ə keçməyi heç vaxt istəməyəcəklər. Siz deyin, belə bir device istəyərdiniz, yəni özünüz üçün almaq istəyərdiniz və yaxud da ki, məndən hədiyyə istəyərdinizsə, gəlin belə eləyək. Əgər bu videonun altında çox demirəm, çox deməyəcəm, 15.000 like olsa, ya 15.000 də çox, 10.000 like olsa, mən bundan birini alıb sizdən birinizə hədiyyə eləyəcəm. Videonu mütləq like edirsiniz. Nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi, bu barədə öz fikirlərinizi kommentlərdə yazırsınız, qrafona abunə olursunuz, komment yazırsınız və ən əsası bu videonu paylaşın ki, Azərbaycanda texnoloji cəhətdən maariflənmək istəyənlərin sayı da artsın. Kanalımızda daha çox maraqlı videolar var. Siz bu videolara baxmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğum için sizinlə sağollaşın. Eğlendirir grafon, abunenizi gözleyin. Comment yazdın süper grafona, hoş geldin. Grafon eğlendirir grafon, abunenizi gözleyin.